Ötən gecə Hindistan Pakistana qarşı Sindur əməliyyatı həyata keçirib. 9 hədəfə zərbə indirilib. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə hədəflərdən 4-ü Pakistanda, qalanı isə Cəmmu və Kəşmirdə olub. Avia zərbələr nəticəsində 26 nəfər həlak olub, 46-sı yaralanıb. Reutersin məlumatına görə Pakistanın nəzarətində olan Müzəffərabad şəhəri yaxınlığında çoxsaylı partlayış səsləri eşidilib. Pakistan tərəfi Hindistanın 2 məscidə hava zərbəsi indirdiyini açıqlayıb. Pəncab əyalətində fövqəladə vəziyyət elan edilib. Yerli sakinlər sığınacaqlara yerləşdirilib. Hücumlarla əlaqədar İslamabad hava limanı uçuşları dayandırıb. Məktəblər də müvəqqəti bağlanıb. Pakistanın baş naziri Şahbaz Şərif Hindistanın hücumunu müharibə aktı adlandırıb. Pakistanın Müdafiə naziri Xavaca Asif isə Hindistanı mülki şəxslərə hücumda ittiham edib. İslamabad Dehlinin hərəkətlərini qorxaq hücum adlandırıb. Bu hücuma qətiyyətlə cavab veriləcəyini bildirib. Qısa zaman ərzində Pakistan qarşı tərəfə cavab hücumu həyata keçirib. Cəmmu və Kəşmirdə nəzarət xətti boyunca Hindistan postları atəşə tutulub. Bundan başqa, Pakistan Silahlı Qüvvələri Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 təyyarəni vurub. Onlardan ikisinin Fransa istehsalı olan Rafal qırıcıları olduğu bildirilib. Bizim silahlı qüvvələr, quru qoşunları, hava qüvvələri Pakistanın ərazi bütövlüyü və suverenliyini müdafiə etmək üçün bütün lazımi cavabları verir. İndiyə qədər sizə təsdiq edə bilərəm ki, 5 Hindistan təyyarəsi, 3 Rafal qırıcısı, 1 Su-30, 1 MiG-29 və 1 Heron dronu vurulub. Hindistan tərəfi artan gərginlikdən narahat olaraq Birləşmiş Ərəb Əmirliklərinin rəsmilərinə müraciət edərək Pakistanla sərhəddə gərginliyin azaltılmasında köməklik istəyib. Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Şeyx Abdullah bin Zayed bəyanatla çıxış edərək Hindistan və Pakistanın təmkinli olmağa, gərginliyi azaltmağa, regional və beynəlxalq sülhü təhdid edən addımlardan qaçmağa çağırır. BMT-nin baş katibi Antonio Guterres də münaqişə tərəflərini maksimum təmkinli olmağa çağırıb. O, dünyanın daha bir hərbi qarşıdurmaya tab gətirə bilməyəcəyini bildirib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump isə münaqişənin tezliklə bitəcəyinə ümid etdiyini açıqlayıb. Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio öz növbəsində bildirib ki, Vaşinqton münaqişənin həlli üçün tərəflərin rəhbərliyi ilə əlaqə saxlayacaq. Çin Xarici İşlər Nazirliyi Hindistan və Pakistanı sakit olmağa və gərginliyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb.